Salam dostlar. Dərslərimiz davam edir. Keçən dərslərimizdə biz kolleksionlar haqqında ümumi məlumatlar öyrəndik və onların içərisində də az da olsa forlardan istifadə elədik. Bugünkü dərsimiz isə forlar haqqında olacaq və onları necə istifadə etmək olar, necə yazmaq olar, qanun qaydası nədir, onlar haqqında ümumi məlumat öyrənəcəyik. Forlar dövr operatorlarıdır. Yəni bunun içərisində biz təkrarlanan əməliyyatları avtomatik yerinə yetirmək üçün istifadə edirik. Yəni, məsələn, tutalım ki, kolleksiyonlar içərisində bir neçə bizə tutan dəyərlər verilib, onlar üzərində iterasiya etmək üçün istifadə edirik. İterasiya sözünü bəzən tələbələr başa düşmürlər. Onunla bağlı mən burada qeydiyyatımı da aparmışam. İterasiya proqramlaşdırmada təkrarlanan əməliyyatları icra olunması prosesidir. Yəni, bir dövrdə, məsələn, kolleksiya və yaxud da rəqəm aralığı üzərində addım-addım hərəkətlər edərək hər bir elementi çatmaq və üzərində işləmək deməkdir. Yəni, iterasiyanı biz mütəmadi olaraq forlar içərisində istifadə edəcəyik. Ona görə də bununla bağlı burada öz qeydimi aparmışam. Ola bilsin, sizə intervyuda da iterasiya haqqında sual versinlər. Eyni qaydada bunları desəniz yetərli olacaqdır. İndi for dövrləri nədir və necə istifadə olunur? Forlar təkrar əməliyyatları sadələşmiş formada icra eləmək üçün lazım olan bir kod blokudur ki, bizi bütün o kolleksiyonların içərisindəki olan dəyərləri tək-tək götürərək üzərində işlər apara bilir. Qaydası da bu cürdür. Foru yazırıq, metodun özünü yazırıq və özümüz bir dəyişən qeyd edirik və hansı kolleksiyadan istifadə edirsə, onun in yazıb, sonra o həmin kolleksiyanın adını istifadə edirik. Məsələn, biz listdən, arraydən və yaxud da setdən, mapdən, məsələn, biz dəyişən yaradıb, bir obyekt yaradıb və üzərində əməliyyatlar aparırdıq. Həmçinin də buradadır. Və artıq bu, buradakı dəyərləri bir-bir alaraq və burada istənilən əməliyyatı icra edə bilir. Yəni, məsələn, burada artıq bu, belə deyək, buna lazım olan bir dəyər varsa, üzərində istənilən əməliyyatı icra edir. Məsələn, mən burada qeyd edeyim, var meyvələr, list of-dan istifadə edək, sadə və rahat olsun, alma, armud, alça və s. Burada artıq məsələn mən fordan istifadə edeyim, meyvə, hər birini bircə-bircə tutalım ki, mən ekranda çapa vermək istəyirəm. Print line edirəm və burada meyvə sözünü yazıram. Artıq bunu mən run eləyəndə, baxın dostlar, bizə nə göstərəcəkdir? Alma, armud, alça. Yəni, bunun hər birini bir-bir istifadə edir. Həmçinin də başqa bir formada istifadə edək. Var, məsələn, numbers, array of-dan istifadə edək. Məsələn, 1, 3, 5, 6 və s. Burada, məsələn, for yazıram yenə. Yazıram in numbers və burada yazıram ki, tutalım ki, print line i'nin hər birini 2-yə vur. Və bunu run eləyək. Görəcək ki, artıq array of-un içərisində, kolleksiyonumuzun içərisindəki olan hər bir rəqəmi 2-yə vuraraq bizə əməliyyatı icra eləyibdir. Yəni, mən dediyim fikir də bundan ibarətdir ki, buradakı kolleksiyonlar içərisindəki dəyərləri bircə-bircə alaraq üzərində istənilən əməliyyatı icra etmək mümkündür. For dövrü ilə rəqəm aralığının iterasiyası. Məsələn, bu nə olan şeydir? Bunun mənasını sizə deyim. For dövrü ilə rəqəm aralığının iterasiyasını etmək üçün, məsələn, biz burada yazaq ki, for i in məsələn, 1-dən 10-a kimi. Və burada qeyd edirəm ki,
print line edib və eni çapa verək. Burada nə olacaqdır? Artıq məsələn bizə rəqəm verilib 1-dən 100-ə kimi, 1-dən 1000-ə kimi və yaxud da 10 mindən 100 minə kimi. Yəni biz bu şəkildə həmin aralıqda olan rəqəmləri bircə çıxardıb tapa bilərik. Burada məsələn mən 1-dən 10-a kimi yazmışam. Bunun istənilən vaxtı məsələn burada 10-dan tutalım ki 100-ə kimi qeyd edeyim. Bu proqram özü run eləyəndə artıq onun içərisindəki bütün rəqəmləri bircə çapa verib ekrana baxın. Sona qədər hamısını. Yəni nə qədər istəsəniz buradakı əməliyyatları sizin verdiyiniz şərtə uyğun olaraq icra edə bilər. Məsələn mən artıq burada i-ni məsələn 2-yə vurup, i-ni vuraq 2-yə və burada da eyni qaydada olaraq həmin rəqəmləri bir-bir 2-yə vuraraq əməliyyatı icra eləyəcəkdir. Yəni istədiyimiz formada biz icra edə bilərik. Bunu alaq belə bir şey edək. Çünki hər dəfəsində bizə proqram onları run edəndə donma olmasın. Davam edək. Step ilə aralıqları idarə etmək. Step nədir? Step hər iterasiyası neçə addım irəliləyəcəyini təyin edə bilərsiniz. Məsələn, step vasitəsilə tutalım ki, buna uyğun bir misal yazım. For yazıram ki, in məsələn 1-dən yenə 10-a kimi yazıram və step qeyd edirəm. Step də qoyaq, tutalım ki 2. Bunu çapa verək i-ni. İndi görəcək ki, fərq nədən ibarət. Baxın dostlar, nə etdi? 1-dən başladı. Yəni i-ni birinci aldı 1. 1-dən başladı. Sonra 2 aralıq verdi. Yəni 2-ni keçdi, 3-ə keçdi. Üstünə 2 gəldi, 5-ə keçdi. Üstünə 2 gəldi, 7-yə keçdi. Üstünə 2 gəldi, 9-a keçdi. Üstünə yenə də 2 gəlir. Görür ki, artıq bizim verdiyimiz maksimum rəqəmdən yüksəkdir. Və onu artıq run eləmir, çap vermir. Yəni, buradakı verilən proseduru, buradakı verilən kodları icra eləyənə kimi davam edir. Yəni, mən məsələn burada 100 də yazsam, 200 də yazsam, artıq buradakı bütün əməliyyatları icra eləyənə qədər bu əməliyyat, bu kod davam edir. Ona görə də forlardan istifadə eləyəndə diqqətli olmaq lazımdır ki, sonsuz sayda rəqəmlər vermək və yaxud da sonsuz sayda əməliyyatlar aparmaq olduğu zaman proqramda başlayır donmalar. Yəni proqram özü çökür. Çünki artıq özü içərisində dayanmadan əməliyyatlar aparır. O baxımdan da başlayır problemlərdir. Həmişə bunlara diqqət yetirin ki, belə bir şeylər olanda, yəni sonsuz sayılar vermək düzgün deyildir. Davam edək. Əksinə saymaq üçün artıq məsələn biz step əmrindən istifadə edəndə nə etdik? 2-2 və yaxud da 300 burada istədiyim şərti qoyuram. Əksinə saymaqda doğrultu əmrindən istifadə edəcəyik. Yəni artıq biz burada məsələn yazım ki for i tutalım ki in 1-dən yenə 10-a kimi qeyd eləyək, asandır. Doğrultu doğrultu 1. Burada 10 yazaq. Doğrultu 1. Burada nə olacaq? Burada çapa verməmişəm, run eləməmişəm. Ona görə gözləyirəm ki, bunu niyə vermədi.
Bəzən xırda bir diqqətsizliklər olur. Üzürlü sayın. Çünki istər-istəməz video çəkilimi vaxtı fikir yayına bilir. Baxın dostlar, nə oldu? 10 rəqəmindən başlayaraq geriyə 1-1 qayıtdı. 9, 8, 7, 6, 5, 4, 3, yəni 2, 1. Artıq 1-də baxdı ki, məsələn, mənim artıq rəqəmim bitdi. Yəni mən burada şərt qoymuşam. Yəni 1-ə qədər geriyə qayıtsın. Və burada şərtə görə də başlayır icra eləməyə. Şərt ucu bitəndə artıq bu öz əməliyyatını dayandırır. Məsələn, mən burada artıq tutalım ki, mənfi 10 yazsam nə olacaq? Buna baxaq. Müxtəlif mən əməliyyatlar aparıram ki, sizlərin də göz yaddaşınız olsun ki, yəni məsələn, o daimi istifadə. Baxın, 10-dan başladı. 10, 9, 8, 7, 6, 5, 4, 1, 0 və mənfi 1-dən mənfi 10-a qədər getdi. Yəni, burada mən nə etdim? Burada yazdım ki, müsbət 10-dan mənfi 10-a kimi mənə geri sayım et. Və bunu hər bir rəqəmi in elədim, in əmrindən istifadə edirəm. Yəni, buradakı hər bir rəqəmi bir-bir çıxardaraq i-yə göndər. i nədir? Burada mən i də yaza bilərəm, a da yaza bilərəm. Yəni, istədiyim, yəni bir dəyişən tanıdıram da, yəni hər hansı bir dəyişən və yaxud da rəqəm yaza bilərəm. Yəni, istədiyim bir sözü burada qeyd edə bilərəm. Yəni, hamısı eyni əməliyyatdır, eyni. Bunu özümüz tərəfindən yazırıq. Bu Kotlin tərəfindən bizə verilir. Burada rəqəmi özümüz təyin edirik. Doğruntu Kotlin tərəfindən yazılır. Mənfi 10 isə yenə biz özümüz təyin edirik. Yəni, buradakı ardıcıqları həmişə nəzərdə saxlayın. Bəzi kodları biz özümüz yazırıq. Bəzi kodları isə Kotlin tərəfindən olan belə deyim, metodlardan istifadə edirik. Dərsimizə davam edək. For ilə insights və which index istifadə etmə. Insights kolleksiyaya indekslər daxil olmaq üçün istifadə olunur. Which index isə həm indeks, həm də elementi əlavə etməyə imkan verir. Bunlara uyğun olaraq, məsələn, mən misal yazım, siz bunların məntiqini anlayın. Tutalım ki, belə bir şey yazaq. For i in name names in the size. Sonra bunu bağlayaq və burada məsələn biz kolleksiyamızı tanıdaq. Var names tutalım ki array'dən istifadə edək və içərisində yazaq Ruslar, Anar, Samir və s. Və burada mən indi print line edirəm. Buradakı əməliyyatı sizin görməyiniz üçün ayrılığında eləyək ki, seçimimiz rahat olsun. Indeks yazaq və nə edək? Indeks dollar işarəsi yazaq burada və ini qeyd edək. Sonra isə burada belə bir şey eləyək. Name yazaq. 2 nöqtə yazaq və dollar işarəsindən istifadə edək. Bəzəkli mötərizə. Names index i. İndi məsələn mən bunu artıq bunları bir dənə mən dayandırım. Çünki bunları dayandırmasam bizə donmalar ola bilsin, versin. Rahat olsun deyə bu cür edək. Qarşılıqlı həm də olmasın. Və buradakı bunu run edək. İndi nə olacaq dostlar? Baxın, mənim fikrimi başa düşməyiniz üçün bunları ayrı-ayrılığında etdim.
Burada biz belə deyək, listlər haqqında dərs yazanda n-in-size-də oxşar bir metoddan istifadə etmişdik. Yəni xatirinizdə bunu ayrılıqda yazmışdıq. For-da isə bunu bir-bir alaraq, məsələn, hansı indeksə aiddir və adı nədir? Hansı indeksə aiddir, adı nədir? Hansı indeksə aiddir və adı nədir? Ondan, yəni bircə ayrılıqda, məsələn, buradakı artıq hər bir elementi bir-bir götürərək indeksinə görə təyin edir. İndekslər də bildiyiniz kimi əreylərdə istifadə olunur. Yəni bunlarda ola bilsin, məsələn, tutalım ki, qorunmayan, indeksi olmayan, indekslərdən istifadə etməyən bir kolleksiyonlardan istifadə eləsəniz, bu problem bizə qarşımıza artıq problem çıxacaq. Ona görə də bunu adətən indeksi olan kolleksiyonlarda istifadə etmək mümkündür bu əmri. Və which index nədir? O haqda da bir dənə misal yazım. Ona uyğun bir dənə misal yazım ki, daha tutalım ki, mən nə etmək istəyirəm? Elə bunun arxasından yazaq. For yazaq. Tutalım ki, mötərizə içərisində yazıram. Index və name. Və burada qeyd edirəm. In name'sin içərisindəki which index qeyd eləyək. Və burada bizə lazım olan əməliyyatı yazaq ki, tutalım ki, nə etmək istəyirik? Index yazıram, yenə də dollar işarəsindən istifadə edirəm və index dəyişənini bura tanıdıram və yenə də virgül yazıb name qeyd edirəm və burada yenə də dollar işarəsi name'i tanıdım və buna gəlin run edək. Baxın dostlar, eyni qayda, eyni prosedur, yəni bizə bunu iki cür prinsipdə istifadə eləməyimizə köməklik göstərir. Yəni burada, məsələn, bəzi proqramistlər bunu mən etməyimdə səbəb nədir? Məsələn, gələcəkdə sizə hər hansı bir tutalım ki, kollektiv içərisində işləyəndə orada hər kəsin yazılımı fərqli olur. Biri başqa cür yazır, biri başqa cür yazır, birinin əl yazısı. Necə ki, məsələn, rəsm çəkəndə hərə bir cür çəkirsə, burada da həmçinin eyni prinsipdir. Yəni, müxtəlif növ kodlar var ki, yekun cavabları eynidir, lakin yazılımları fərqlidir. Bunu, məsələn, biz bu cür qaydada da istifadə edə bilərik, bu cür qaydada da istifadə edə bilərik. İkisində də yekun olaraq bizə cavablar eyni gələcək. Baxın, eyni prinsip olacaq. Lakin işləmə qaydaları fərqlidir. Mən bunları indi məsələn ola bilsin elə də məqsədlərini başa düşməyəsiniz. Amma ki, indi yazıram ki, gələcəkdə qarşınıza çıxanda deməyin ki, hə, burada məsələn nəsə yanlışlıq var və yaxud da belə bir kod görməmişəm və yaxud da onu oxuya bilmirəm, orada məntiqi tuta bilmirəm. Ona görə də bunları ayrı-ayrılığında bu cür qeyd eləyirəm ki, sizlər üçün də rahat olsun. Nəticə olaraq bugünkü dərsimizdə nələri öyrəndik? Dövr operatorları nədir? Onlar haqqında ümumi məlumatları bildik. Dövr operatorları necə istifadə olunur? Kolleksiyonlar içərisində necə istifadə edirik? Onlar içərisində iterasiyanı necə istifadə edirik? Step nədir? Dovuntu nədir? Və in-size və which index əmrlərindən istifadə edərək dövr operatorlarında istənilən kodu yazar və yaxud da çapa verə bilərik. Bugünkü dərsimiz bu qədər. Mən dərslərin həcmini çox da böyütmürəm. Yəni burada en qədər mən cümlə deyə bilərəm ki, yəni bunlar sizin üçün yorucu olacaq. Lakin artıq biz hər hansı bir application yazmağa keçəndə dostlar, bunların hamısından bir-bir istifadə edəcək. Bunlar indi ola bilsin sizin üçün maraqsız ola bilər. Lakin artıq bunları öyrənəndən sonra biz artıq ekranlarla işləməyə başlayanda görəcəksiniz ki, yəni bizim artıq işlərimiz rahatçılıqla davam edir. Orada da ekranlarla işləyəndə artıq biz tutalım ki, internetdən
necə məlumatlar çəkə bilərik, sonra flow nədir, başqa məsələn retrofit nədir, RxJava nədir, bunlar haqqında ümumi məlumatlar öyrənəcəyik. Dərslərimizi ardıcıl olaraq davam eləyin, kanalımıza abunə olun və dərsi bəyəndinizsə like göndərməyi unutmayın. Bugünkü dərsimiz bu qədər. Sağ olun, gələn dərs görüşənədək.